Heydər Əliyev Fondunun əsas prioritet istiqamətlərindən biri də səhiyyə sahəsidir. Bununla bağlı bir çox layihələr həyata keçirilir. Diabetli uşaqlara ən yüksək qayğı, talasemiyasız həyat naminə kimi layihələr bunlardandır. Birinci vitse-prezident Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyevaya məlumat verildi ki, perinatal mərkəz Gəncə və ətraf regionlardan olan vətəndaşlara xidmət göstərir. Perinatal mərkəz ana olmağa hazırlaşan qadınlara, o cümlədən dünyaya yeni göz açan körpələrə yüksək ixtisaslı diaqnostik, konsultativ və müalicə yardımı göstərən tibb müəssisəsidir. Paytaxt Bakı ilə yanaşı bölgələrdə də müasir səhiyyə ocaqları inşa edilir, ən son texnologiyalı tibbi avadanlıqla təchiz olunur. Tibb müəssisəsindəki şəraitlə tanışlıq zamanı perinatal mərkəzə Heydər Əliyev Fondu tərəfindən küvəzlər və ultrasəs müayinə aparatı hədiyyə olundu. Yeni doğulmuş körpələrə və analara isə fondun hədiyyələri təqdim edildi.